İlk köç şəhərin özünə bu kompleks olacaq, düzdürmü? Bəli, 1268 ailənin köçməsi nəzərdə tutulur. Bu binaların hər birində 6 blokdur. Tam təmir olunubdur bütün Bəli, mənzillər. bəli. Ümumilikdə 11 məhəllədir. Hər bir məhəllənin girəcəyində yeraltı qaraj var. Mərkəzi istilik sistemi fəaliyyət göstərəcək. Ağdamda ev almaq istəyirsə gəlib ala biləcək. Ağdam 2025 layihəsinin ən maraqlı və vacib buraxılışlarından biri. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov əsas suallara cavab verəcək. Eməm, çox sağ olun ki, vaxt tapdınız. Siz sağ olun, xoş gəlmişsiniz Ağdama. İlk köç şəhərin özünə məhz bu kompleks olacaq, düzdürmü? Bəli, bu ikinci yaşayış kompleksidir. Ağdam şəhərində ümumilikdə 66 binadır, onun 60-ı yaşayış binasıdır, 6-sı qeyri-yaşayış binasıdır və təxminən 1268 ailənin köçməsi nəzərdə tutulur. Gördüyünüz kimi tamamlama işləri yekunlaşmaq üzrədir. İnşallah biz ümid edirik ki, noyabr ayında artıq köçə tam hazır olacaq. Emin Hüseynovla söhbət etdiyimiz məkanda işlər dayanmır. Çünki şəhər 30 ildən çox davam edən fasilədən sonra ilk sakinlərini qəbul etməyə hazırlaşır. Ona görə də tamamlanma işləri sürətlə gedir. Burada neçə otaqlı evdəyik biz? Biz hal-hazırda 3 otaqlı evdəyik. Bu binada da həm 1 otaqlı, həm 2 otaqlı, həm 3 otaqlı. Hər bir binada bunlar var. Hər bir mənzildə ayrıca sanitar qovşaq var. Eyni zamanda hamamlı, yəni duş kabinli sanitar qovşaq da mövcuddur. Bu binaların tikintisində, ümumiyyətlə bərpa prosesində sənaye parkında fəaliyyət göstərən müəssisələrin istehsal etdiyi məhsullardan istifadə edirik. Bax, bu gördüyünüz məhəccərlər bu sənaye parkında istehsal olunur. Yəni gir-yaşa prinsipidir də, Bəli. tam təmir olunubdur bütün Bəli, mənzillər. bəli. Böyük qayıdış ilə bağlı birinci dövlət proqramına uyğun olaraq bütün işğaldan azalmış ərazilərdə dövlət tərəfindən tikilib, keçmiş məcbur köçkünlərin istifadəsinə verilən bütün fərdi evlər, mənzillər tam təmir olunmuş vəziyyətdə, mətbəx mebeli təchiz olunmuş, sanitar qovşaqları təchiz olunmuş vəziyyətdə istismara təhvil verilir. Müasir dövrün tələblərinə uyğun olaraq Qarabağın, Şərqi Zəngəzurun yaşıl zona elan olunduğunu nəzərə alaraq çox mənzilli yaşayış komplekslərində artıq mərkəzi istilik sistemi fəaliyyət göstərəcək. Bu qazla olacaq. Qazla olacaq, amma binalarda deyil. Qazanxanalar vasitəsilə mənzillərə istilik veriləcək. Eyni zamanda müasir otellərdə olduğu kimi artıq istilik sərfiyyatla ölçüləcək. Yəni kvadrat metrə sahəsinə görə deyil, hər bir mənzildə müvafiq kalorimetr olacaq. İnsanlar öz rahatlığına uyğun olaraq öz mənzillərində istiliyin dərəcəsini tənzimləyə biləcəklər. Ən vacib məsələlərlə bağlı iaşə obyektləri paralel olaraq fəaliyyətə başlayacaq da yəqin ki. Bəli, bəli. Fikir verirsinizsə, birinci mərtəbələr hamısı qeyri-yaşayış obyektləridir. Özəl sektorun nümayəndələri, hansı ki bu obyektlərdən istifadə etmək arzusunda olacaqlar. Müvafiq icarə müqaviləsi bağlandıqdan sonra artıq öz zövqlərinə uyğun olaraq onun içərisini xüsusi təmir edəcəklər. Amma sözsüz ki, şəhərsalma tələblərini riayət etmək şərti ilə həm yaşıllaşdırma, həm uşaqların istirahəti üçün müvafiq əyləncə zonaları yaradılır, idman meydançaları yaradılır. El arasında söhbətgah dediyimiz yerlər bizdə Ağdam şəhərində bu ikinci yaşayış kompleksində hər bir binanın altında bax belə Fikir yerlər verdik var. biz onu. Fikir versiniz, orada Bəli. da elə yerlər var və artıq binanın və məhəllənin ümumi görünüşünü pozmadan orada müvafiq oturacaqlar və masalar yerləşdiriləcək və yaşıllıq ətrafında insanlar orada rahat oturub asudə vaxtlarını keçirə biləcəklər. Hər bir məhəllədə maşınların dayanacaqları üçün xüsusi yerlər nəzərdə tutulub. Hər bir məhəllənin girəcəyində yeraltı qaraj var və bu qarajlar bu binaların arası boş olsa da belə yer altında o qarajlar hamısı bir-birinə əlaqəlidir. Yəni heç bir kəsinti olmadan insanlar maşını qaraja saldıqdan sonra çıxdığı zaman ayrı çıxışdan çıxa bilər. Bu binanı neçə müddət ərzində tikib bitirdilər? 1 il, 3 ay ərzində. Bu layihəyə il yarım vaxt nəzərdə tutulmuşdu, amma valla mən sizə bir şey deyim, Qarabağda, Ağdamda xüsusilə də işləyən şirkətlər,
canlarını qoyurlar, həqiqətən çox həvəslə, ürəklə. Demək, burada neçə blokdur bu binada? Bu binaların hər birində 6 blokdur. İndi eləsi var 5 blokdur, eləsi var 6. Ümumilikdə 11 məhəllədir. Quruluşuna görə həm 5 mərtəbədir, həm bəzi yerlərdə 6 mərtəbə. 6 var, 4 var, hətta 7 mərtəbəli də binalar var. Maksimum otaq sayı neçə? Maksimum otaq sayı 5, minimum otaq sayı 1. Hardasa 100-dən çox bir otaqlı mənzil var bu məhəllədə. Təcrübə onu göstərir ki, 30 illik müddət ərzində bizim bəzi ailələrimizdə İndi rəhmətə gedəni də var, tək qalan insanlar var. Xüsusilə də yaşlı insanlardır ki, onlar öz vətənlərinə qayıtmaq istəyirlər. İlk növbədə çox pis şəraitdə yaşayanlar köçürülür də bura, düzdürmü? Bəli, dövlətin prioriteti birinci növbədə hal-hazırda yaşayış şəraiti ağır olan, dövlət tərəfindən müvafiq yaşayış fondu ilə təmin olunmamış keçmiş məcburi köçkün əhalimizi doğma dədə-baba torpağına qaytarmaq və onların ev şəraitini təmin etməkdir. Amma bu o demək deyil ki, digər məcburi köçkünlərimiz ev şəraiti ilə təmin olunma hüquqları yoxdur. Əlbəttə bu mümkün olacaq, amma hər şey ardıcıllıq. Əlbəttə. Adam o zaman məcburi köçkün kimi Bakıya, Bərdəyə, başqa şəhərə köçüb, normal şərait qurub və öz evində yaşayıbdı. Amma özü qeydiyyatda buradaydı, valideynləri də burada yaşayırdı. Prosedur necə olmalıdır? O hara müraciət etməlidir, hara getməlidir, necə öyrənməlidir ki, nə vaxt o artıq bu proqrama uyğun olaraq köçürüləcək Ağdama? Sözsüz ki, məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi bu işlərlə məşğuldur. Yəni, onların əsas fəaliyyət sahəsi məhz məcburi köçkün statusunun mövcud olub olmamasını müəyyən etməkdir və burada da bu halda da bütün bu məsələlər onlar tərəfindən dəqiq qiymətləndirilir, təhlil olunur, onlar qeydiyyata alınırlar və bu qeydiyyat əgər baş tutmayıbsa, mənim tövsiyəm budur ki, mütləq bunu etsinlər. Sözsüz ki, insanlar özləri də hətta məcburi köçkün statusu olmasa belə gəlib Ağdamlı kimi Ağdamda ev almaq istəyirsə gəlib ala biləcək, o şərait olacaq onun üçün. Bu infrastruktur yaradıldıqca mənə elə gəlir ki, burada heç bir sual olmayacaq. Deməli, bizdə belə bir təcrübə var ki, hansısa bir layihə yayımlanırsa, elə sosial media vasitəsilə bu çox rahat kommunikasiya vasitəsidir. Şərhlər bölümündə insanlar suallarını yazırlar. Biz onları toplayıb bir müddətdən sonra sizə versək, siz deyək ki, 2-3 həftə ərzində cavab verməyə hazırsınız əlavə olaraq. 2-3 həftə mən deməzdim, biz dərhal cavab verəcəyik. Dərhal cavab verəcəyik. Bəli. Sizin də sualınız varsa, şərhlərdə yazın. Biz sualları nümayəndəliyə təqdim edəcəyik. Ağdam 2025 layihəsinin növbəti reportajlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynovla söhbətimiz davam edəcək. Mövzumuz Ağdamın ümumi inkişafı, şəhərin baş planı çərçivəsində görülən işlər olacaq. Ən əsası, vətəndaşları maraqlandıran ən aktual suallara dəqiq cavablar veriləcək.